Deməli, mövzumuz nə oldu? İbtidai icma cəmiyyəti. İbtidai icma cəmiyyəti. Kimdən başlayaq? Sonamızdan başlayaqmı? Sona xanım, de görəsən bizə. Biz qeyd elədik ki, Azərbaycan dünyanın eləcə də ən qədim yaşayış məskənlərinin biridir. Bunu sübut edən tarixi fakt hansı idi? 9 illik yaşlı qadın atının ismi tapılmışdı Azıq mağarasında. Bu da Mehmet Ali Hüseynov tərəfindən aşkar edilmişdi. Düzdür. 1998 ildə. Deyə bilərsənmi? Biz Azıq mağarasından başqa hansı tapıntıların çıxdığını şahid olduq? Ay kəllələr tapılmışdı. Həmçinin burada onların üzərində yazmalar vardı ki, bu da dini yansıtların olduğunu sübut edirdi. Həmçinin ocaq izləri də var idi. Bəs yaxşı. Ay kəlləsindən əlavə bir də yaşayır ki, 700 min bundan əvvələ aid olan ocaq izləri. Qəşəng düzdür, ocaq izləri tapılmışdı. Yaxşı, ocaq izlərini bildik. O zaman sən bizə deyəcəksən, ocağın kənarlarını bəs nə ilə əhatə etmişdilər? Sıxmaq daşla. Daşla. Bu da bizə nəyi göstərdi? Daşdan əmək alətlərinin istifadə olunmasını. Yox, daşdan əmək aləti deməyə tikinti vərdişlərini. Çünki ocağın kənarlarını daşla hörmüşdülər. Bu da insanların ilk tikinti vərdişləri olduğunu sübut edir. Təzə 6-cı sinifdə verilmiş məlumata əsasən bunu qeyd edirik. O zaman Səbinə bizə deyəcək, Səbinə. Bəs yaxşı, qeyd elədik ki, sən sona dedik ki, ilk dini inançlar nə zaman formalaşıb? Az paleolitdə. Axirət dünyasına inam nə zaman formalaşdı? Orta paleolitdə. Orta paleolitdə idi, düzdür. Bəs yaxşı, ilk dini inanç deyilik. Hardan bilirik ki, alt paleolitdə ilk dini inançlar yaranıbdı? Azıq mağarasında ay kəllələr üzərinə çizilmiş cızmalar. Cızma qaradan. Bildik ki, insanlar ilk dini inançları formalaşdı. O zaman sən bizə deyə bilərsənmi? Bəs yaxşı, bir də bizim dini inançlarla bağlı təbiət qüvvələrinə inam nə zaman yaranmışdı? Axirət dünyasına inam, təbiət qüvvələrinə inam. Təbiət qüvvələrdə. O da orta paleolit dövründə idi. Orta paleolit dövründə. Bunu yadda saxlayırıq. Sonra alt paleolit dövründə gəl baxaq görək, ilk insanların əmək alətləri nədən hazırlanırdı? Çakmaq daşından, bazaltı, obsidian, dəvəgöz. Yəni bir sözlə daşdan hazırlanır. Əmək alətlərinin daşdan hazırlanması hansı dövrlər üçün oxşar cəhətdir? Bütün dövrlər. Bütün oxşar cəhətdir hansı dövr? İstisna olmaqla? Hansı dövr? Erkən dəmir dövrü. Tunç dövrü istisna olmaqla. Əsasən daşdan hazırlanması, əsasən deyiriksə, sonu litlə bitən dövrlərdə, yadda saxlayırıq ki, sonu litlə bitən dövrlərdə əmək alətləri daşdan hazırlanır. Bəs o zaman xumar bizə deyəcəkdir, xumar. Bəs yaxşı, alt paleolitdə yaşamış insan tipi necə adlandırılır? Alt paleolitdə neandertal. Alt paleolitdə yaşamış insan tipi. Bir baxaq görək, bu nə isə əmək alətləri düzəltməyi bacarır. Bacarıqlı insan. Doğrudur, bacarıqlı insan. Bacarıqlı insanın yaşadığı kollektiv necə adlandırılırdı? Ulu icma. Bəli, ulu icma düzdür. İndi sən bizə deyə bilərsən, ulu icma ardınca da qəbilə icması yarandı. Ulu icmanı qəbilə icmasından fərqləndirən cəhət? Ulu icma daimi deyildi, tez-tez dağılırdı. Qəbilə icması ana xətti üzərində birləşmişdi. Bir də elə bunlar deyə bilərik, bəli. Ulu icma alt paleolit dövründə yarandı, orta paleolit dövründə davam elədi. Ardınca kör təbii özün dediyi kimi təbii ehtiyaclardan dolayı bunlar birlikdə yaşamağa məcbur olmuşdu. O təbii ehtiyaclar nələr idi? Qida ehtiyatı, bir də vəhşi heyvanlardan qorunmaq üçün. O düzdür. Vəhşi heyvanlardan qorunmaq. O zaman bizə Fərdə deyə bilərmi? Fərdə, gəl baxaq görək, daş dövrünün növbəti mərhələsi dediyimiz orta paleolit dövrünün digər adı nə mədəniyyət adlandırılır? Musiya mədəniyyəti oxudunmu sən? Bəli, musiya mədəniyyəti. Musiya mədəniyyəti. Bəs yaxşı, orta paleolitdə tapılmış insan tipi necə adlandırılırdı? Neandertal. Doğrudur, Neandertal. Harada yaradıdı? Fransada. Almaniyada? Yox, Almaniyada. Azərbaycanda Neandertal adamın budsumi harada tapılmışdı? Damcılı mağarasında. Bu elə bir təzə salınıb. Tam-tama mağarası mıydı? Bəli. Tam-tama mağarası idi. Bunu yadda saxlayırıq. Tam-tama mağarası Urmiyada tapılmışdı və burada Neandertal insanın budsumi aşkar olunmuşdu. Bunu yadda saxladıq. Alt çənə sümüyünü kim aşkar edib? Bəs? Mehmet Ali Hüseynov Azıq mağarasında. Doğrudur. Mehmet Ali Hüseynov. O zaman deyə bilərik mi bəs? Mehmet Ali Hüseynov burada tədqiqat işlərinin neçənci ildə qadın alt çənə sümüyünü tapdı? 1960-1986-cı illərdə.
68-ci ildə tədqiqat işləri zamanı tapılır, amma orada tədqiqat işləri 60-80-ci illər. Yəni uşaqlar 20 il davam edib daha. 20 il davam etmişdir. Aysu bizə deyəcəkdi, Aysu, gəl baxaq görək insanlar çapacaqdan nə zaman əmək alətləri hazırlayıblar? Alt paleolitdə. Paleolit dövründə insanlar çapacaqdan, paleolitin ilkin mərhələsində idi, bəli. Paleolitin ilkin mərhələsi. Azərbaycanda qeyd elədik azıq mağarası. Bəs dünyada ilk insan izlərinin tapıldığı ərazi hansı ərazidir? Buyur qızım. Şərqi Afrika. Bəli, düzdür, Şərqi Afrikada. Kenya və Tanzaniya yadından çıxıb, Aysu? Şərqi Afrikada, Kenya və Tanzaniyada. Özü Turkana gölü ətrafında, hətta 94-cü ildə aparılmış tədqiqat işləri göstərir ki, burada insan izləri ta 6000 bundan əvvələ aiddir. Sonra, deməli nələrimiz qaldı bizim buradan? Tamtama mağarasında deyəcək biz Aysu, Tamtama mağarası harada tapılıb? Urmiya ətrafındaydı, doğrudur. Paleolit dövrünün son mərhələsi üst paleolitdir. Üst paleolitdə nələr baş verdi? Paleolitik yarandı. İnsanlar qəbile halında ana hakkı üzerinde birleştiler. Parlar düzeltmeye başladılar. Ağıllı insan yarandı. Yaxşı, ağıllı insan yarandı. Kitabın köhnədir Ayşe, yoxsa təzə 25-26-dır? 24-25. Hə, köhnə nəşrdir. Onda göndərdiyim o PDF-lər ki var, hə, qısa məlumatlar, onlara yaxşı-yaxşı fikir ver. Yeniliklər orada öz əksini tapıbdır. Sizə də yeniliklər əsasında düşəcəkdir məlumat. Burada nələri yadda saxladıq? Paleolit dövrünün son mərhələsində yaranmış insan tipi ağıllı insan, ağıllı insanın birləşdiyi kollektiv necə adlandırılır Aysu? Qəbul etməz. Aysu niyə cavab vermir? Elə bil Aysunun internetim zəifdir. Qəbilə icması adlandırılırdı. O zaman Bahardan davam edək. Bahar bizə deyəcək, Bahar, bax, ağıllı insan, Neandertal insan, bir də bacarıqlı insan. Bu üç insan tipinin oxşar cəhəti nədir? Daşdan istifadə ediblər, mənimsəyiblər, istehkam olubdu. Doğrudur. Sonra dini inanclar olubdu, sürü bir yerdə yaşayırdılar. Düzdür. Əmək alətləri əsasən nədən hazırlanırdı? Daşdan. Doğrudur, daşdan hazırlandı. Sonra hər üçü sadə dini görüşlərə malik idi deyə bilərik. Bəli, dedim. Bir də incəsənətlə məşğul olurdular. Düzdür. Uşaqlar, təzə kitablardan qeyd edirik ki, sadə incəsənət nə zaman meydana gəldi Aysu? Aysu yox, daha doğrusu Bahar. Alt paleolitdə. Düzdür. Bahar, sən Allah ver deyəsən? Bəli, bəli. Deməli, bunları yadda saxladıq. O zaman deyirik ki, bu oldu. Bu üç insan tipinin oxşar cəhəti. O zaman sən bizə deyəcəksən, ox və kamanın kəşf olduğu dövr neçənci minlikləri əhatə edibdir? Mezolit idi. Bəli, Mezolitdə kəşf olundu. 8-6-cı minillikləri. 12-8 olmasın? 12-8 bəli. 12-8-ci minlikləri. Uşaqlar, bizim belə bir qaydamız var. Deməli, mən yoldaşlarınıza sual verəndə hər biriniz yerdən səsiniz bağlı bütün suallara cavab verirsiniz və kameranızda dərs boyu açıq olur. Aydın oldu? Bütün suallara cavab verirsiniz. Mən buradan aydın hər birinizi görüm. Bir də Kemal Balayev adından qoşulan miydi, Xumar mıydı, yox? Mən idim. Hə, Ləman qızım, kameranı elə qoy ki, biz sizin evinizin divarlarını yox, sizi görək. Ümumiyyətlə, səni görə bilmirəm. Kameranı elə qoy ki, tamamilə biraz qəşəng hava. Bu cür gözəl gülçək qızsan. Sən niyə görməyək ki? Elə ki, tam kameraya baxasan ki, kitabdır, dəftərdir, bu işdən məşğul olduğunu görək. Bəlkə başqa işlə məşğulsan. Sonra nələrimiz qaldı? Sevil bizə deyəcəkdir. Sevil, mezolit dövründə gəl baxaq görək. Ox və kamandan danışdıq. Ox və kamanın kəşf olunması hansı yeni təsərrüfat sahəsinin yaranmasına bir təkan verdi? Toxuculuq. Səncə, ox və kaman hara, toxuculuq hara? Yenə desən ki, o heyvanların balalarını Heyvanları uzaqdan daha rahat olurlar. Bəziləri sağ tutmağı bacarır, gətirib saxlayıb. Bununla da bir düşünək görək. Onların balalarını əhliləşdirirdilər qidan mənbəyi üçün. Əla.
Deməli bir əsas maldarlığın, ibtidai maldarlığın əsası qoyuldu. Yadda saxlayırsan. Bir yerdə deyirik ki, elə əhəlləşmənin əsası qoyuldu. Aydın oldu bunlar. Deməli ilk əhəlləşdirmə nə zaman başladı? Sevil, nə zaman başladı? Özün dedin. Mezolit dövründə. Uşaqlar, bu sonraki mərhələlərdə də davam edir. Hətta Tunç dövründə, təzə kitablara əsasən Tunç dövründə də bu əhəlləşdirmə davam etmişdir. Yadda saxlayırsınız. Tunç dövründə də bu əhəlləşdirmə davam etmişdir, erkən Tunç dövründə. Sonra deməli mezolit dövründə qalmışdıq. Sevil, sən bizə mezolit dövrünün xüsusiyyətlərini deyə bilərsənmi? Bax, biraz rahat ol. Suallara aydın suallar verirəm. Cavablandıra bilərsən. Yerdən uşaqlar, bax, cavablandırdığınızı görmürəm, bəzi uşaqlardan. Əvvəlcə deyirsən ki, mezolit dövrü neçənci minlikləri əhatə edibdir? 8-ci minlikləri. 2-8 desək daha doğru olur. 12-8-ci minlikləri əhatə edibdir. Bu bir. İkincisi, mezolit dövründə yeni bir ilk deyəndə mezolit dövrü hamının yaddan düşür ki, hansı yeni əmək aləti, hansı yeni silah növü daha doğrusu kəşf olundu? Ox və kamil. Ox deyən zaman oxun ucunda tez fikirləşirsən ki, xırda bir alət olub da biz formalı. Deməli, bu zaman hansı əmək alətləri yarandı? Ox və kamil. Mikrolit əmək alətləri yarandı. Mikrolit əmək. Bax, belə demişdik. Mezolit, mikrolit. M hərflərdən yadda saxlamaq mümkündür. Ardınca da qeyd edir ki, mezolit dövründə ox və kaman dedinsə tez deyirsən ki, ibtidai maldarlığın da əsası qoydu. Düzdür? Evet. İbtidai maldarlıq deyirsənsə tez yanına bir dənə də əlavə elə ibtidai əkinçiliyi. Əkinçilik. İbtidai maldarlıq, ibtidai əkinçiliyin əsası qoyuldu. Yaxşı, bunu da qeyd elədik. Ardınca da deyirik ki, bununla da nədən nəyə keçidin əsası qoyuldu? Buyur qızım. İstehsaldan istehsala keçid oldu. Sevil xanım, ilk dərsin mi həyəcanıdır, yoxsa yaxşı oxumayıbsınızmı? İstirin mi təsiridir? Bax, gələn dərsimizdə eləyirsiniz ki, hamınız bülbül kimi ötürsünüz, qəşəng oxun. Özdə 11-ci sinifsən. Ucardan qoşulmuşsan. Ucardan bizim adımızı yüksək tutmalısan. Dərslərimizə yaxşı cavab ver. Sonra, Ləmanla davam edək. Ləman bizə deyəcəkdir nələr? Ləman. Ləmanımın sardadır. Hə, Ləman. O zaman sən bizə deyək görək, bu dövr əsasən hansı yaşayış məskənləri əsasında öyrənilmişdir? Toruzu Göyçəpəli Həmazat dövrü Qobustan idi. Buradakı Qazaxlı damızlıq müəssisəsində əsasən Qobustanda idi. Orada yaylı rəqslərin özlərini göstərir ki, onlar müəyyən tapıntılar tapılmışdı. Oradan da ki, Turhey Adamoviç alimi Azərbaycanı gəmçiliyində inkişaf etdiyini göstərmişdi. Qəşəng. Tur Heyerdal. Yadda saxladıq bunun adını. Deməli, Tur Heyerdal qeyd elədi ki, Azərbaycan dünyanın ən qədim gəmçilik məskənlərinin biri olub. Gəmilərində uc hissəsində nə təsvir olunub? Günəş təsviri. Günəş təsviri. Bax, Qobustan deyəndə uşaqlar tez yada düşür mezolit dövrü, Qobustan deyəndə Tur Heyerdal yada düşür, Qobustan deyəndə həm də deyir ki, orada divar rəsmləri yada düşür. Düzdür. Başlayaq bir də Qobustan haqqında ilk dəfə burada tədqiqat işləri aparan kim olmuşdu, Ləman? Kim deyəcəkdim? Buyur İlahə. 1939-cu ildə Cəfərzadə. Bəli, düzdür. Uşaqlar, təzə kitablarımıza əsasən 1939-cu ildə İshak Cəfərzadə burada tədqiqat işləri aparmışdı. Amma Ləman bilir. Ləman bizə deyəcəkdim, bura neçənci ildə UNESCO-nun maddi mədəni irs siyahısına əlavə olundu? 27-ci ildə. Qəşəng düzdür. Bəs yaxşı, neçənci ildə qoruğa çevrilibdir? 1966. Bəli, 6-cı ildə. Doğrudur, 66-cı il. Onda bir daha biz bunları kimlə təkrarlayaq? Safura ilə təkrarlayaq. Safura, sən bizə deyə bilərsən, neçənci ildə burada tədqiqat işləri aparıldı Qobustanda? 2020 kitablarda. Hə, incə qeyd elədik. İshak Cəfərzadə tərəfindən. Buyur Səbinə. 39-cu ildə düzdür. Bax, yadda saxlayırsan. 1939 İshak Cəfərzadə tədqiqat işləri apardı. Onunla Gülşən bizə desin görək, Gülşən, neçənci də tədqiqat işləri aparıldı? 39-da.
Doğrudur. 1939. Hər kəsin yadında qaldı. Fərdə neçənci ildə tədqiqat işləri aparıldı? 1939. Doğrudur. Neçənci ildə Sevil UNESCO-nun maddi mədəni irs siyahısına əlavə olundu? Gün hardadır gözəlim? Buyurun. 1966-cı ildə. Yaxşı, qoruğa çevrildi. Bəs UNESCO-nun neçənci ildə maddi mədəni irs siyahısına? 2007-ci ildə. Bəli, 2007-ci ildə doğrudur. Bax uşaqlar, bu bizim tariximizdir. Bunu yaxşı bilmək, təbliğ etmək hər kəsin borcudur. Qobustan qayası təsvirləri. Aydın oldu bunlar. O zaman Səfra ilə davam edək görək. Səfra bizə deyəcəkdir, Səfra. Paleolitlə mezolitin oxşar cəhətləri nələrdir? İkisində də hoposamizm, ağıllı insan olub. İkisində də sünnətdən istifadə olub. İkisində də axirət dünyasına inanılıb. İkisində də istehlak təfəkkür olub. Sonra başqa... Bəs yaxşı, istehlak deyil. İstehlak görəsən, deyirsən istehlak mövcud olur. Bu gün də mövcuddur istehlak təsərrüfatı. Bəli, yəni hazır mənim sənə... Bəli, bu gün də ovçuluqla, yığıcılıqla, əgər ovçuluqla məşğul olsa, deməli bu gün də istehlak təsərrüfatı mövcuddur. Hər ikisində sadə incəsənətlə məşğul olublar deyə bilərik. Hə, bəli, hər ikisində sadə incəsənət. Sadə incəsənət nə zaman yarandı Səfra? Paleolitdə. Paleolitlər. İncəsənətin inkişafı nə zamandır? İncəsənət neolitdə. Mezolit dövründə incəsənət inkişaf elədi. İncəsənət çiçəkləndi, yadında saxla ki, Tunç dövründə olsa Tunç dövründədir. Əvvəl telefonu gətir bura. Orta Tunç dövründə. Aydın oldu. Bir də harpun. Testdə qarşımıza çıxacaq. Harpun nədir? Nə zaman hazırlanır harpun düzəldildi? Harpun mezolit dövründə olub, yəni balıq ovlamaq üçün istifadə olunan adətdir. Əla, qəşəng düzdür. Nə daya bölgəsi? Tur Heyerdal burada tədqiqat işlərini neçənci ildə aparmışdı? 2-ci illərdə sonlarında. Bəli, 20-ci əsrin sonlarında. Onu qeyd edim ki, Heydər Əliyevlə də yaxın dostluq olubdu, yaxın münasibət olubdu. Aysu qızım, kamera niyə bağladım? Arifə ilə davam edək. Arifə bizə deyəcək, Arifə. Qədim daş dövrü necə adlandırılır? Qədim daş dövrü alt paleolit. Düzdür, paleolit. Alt paleolitdə yaşamış insan tipi? Bacarıqlı insan. O zaman sən bizə deyəcəksən, bacarıqlı insan hansı kollektivdə yaşayırdı? Uyucumadır. Doğrudur. Azıq mağarasında neçənci ildə tədqiqat işləri aparıldı? 1968. 60-cı illərdə canlı qutar, 68-də də bəli. Qadın Laçınlı simini tapmışdı. Kim tərəfindən tapıldı bu? İsmail Məmməd Əli. Doğrudur. Başqa nələr tapıldı buradan? Ocaq izləri tapıldı. 700 minə yaxın ocaq izləri tapıldı. Alçın izləri tapıldı. Sonra Düzdür. Sonra əmək alətləri mütləq. Tapılmışdı. Bir-iki əmək alət tapılmışdı, amma adı yadıma çıxdı. Ayı kəlləsi üzərində cızmaqara tapıldı. Ayı kəlləsi üzərində cızmaqara bizə nəyi sübut edir? O vaxt onların sadə din ayinlərinin olması. Əla, düzdür. Bəs yaxşı, axirət dünyasına inam nə zaman yarandı? Elə o alt paleolitdə yaranmışdı, sadəcə sonradan inkişaf elədi. Bəlkə orta paleolit deyək axirət dünyasına inamı. Orta paleolitdə də axirət dünyasına inam yaranmışdı. Düzdür. Bəs yaxşı, ağıllı insanın yarandığı dövr hansı dövrdür? Üst paleolit. O zaman ağıllı insan hansı kollektivdə birləşibdi? Qəbil icmasında oradakı ana xətti olaraq birləşirdi, nəsil olaraq. Doğrudur. Sonra Gülşən bizə deyəcəkdir, Gülşən, gəl baxaq görək. Bizim deməli ikinci dövrümüz oldu, mezolit dövrü. Mezolit dövründə nə kimi yeniliklər baş verdi? Ox və kaman ixtira olundu, ibtidai maldarlığın, əkinçiliyin əsası qoyuldu, mikrolit alətlərdən istifadə olundu, harpun var idi. Bəli, düzdür. İstehlakdan istehsala. Cidin əsası qoyuldu. Bəs nə zaman istehsal özü tamamilə formalaşdı? Neolitdə. Doğrudur. Neolit dövrünün digər adı? Yeni daş dövrü. Əla. Yeni daş dövrü neçənci minlikləri əhatə elədi? 8-6. 6-8. 8-6-cı minlikləri əhatə etmişdir, doğrudur. Neolit inqilabı dediyimiz hadisələr nədən ibarətdir? İnsanlar toxuculuqla məşğul oldu, daş alətləri deşməyi, cıralamağı bacardı, yeni sənət sahələri yarandı da. Bəli, yəni bu duluzçuluq, toxuculuq, bir də daşların deşməyi, cıralamağı idi.
Düzdür. Bəs yaxşı, Nurayımız bizə deyəcəkdi, Nuray. İndi yeni daş dövrdə görürsən bizdə neçənci minlikləri əhatə eləyir? 12-8, 6-8. 8, 6-cı minliklər desək daha yaxşı olar. 8, 6-cı minliklər. Fərdə xanım, kameranız nəyə bağlıdır? 8, Açıqlıq gah bağlanır, gah açılır. Telefon sabit bir yerə qoy. Özünə diqqətin burada olsun. Yerdən bütün sualları cavablandırırsınız uşaqlar. Hətta uşaqlarımız bilir, cavablandırmadığınız halda qrupdan çıxardıram. Ona görə yerdən bütün sualları özünüz cavablandırırsınız. Hə, Nuray bizə deyəcəkdi nələrim? Nuray xanım, burada biz dedik mezolit, neolit. Bunların oxşar cəhəti? Daş alətlərdən istifadə olunması, daha sonra sadə incəsənətlə məşğul olunması. Yaxşı, incəsənətin, hər ikisinə incəsənətin məşğul olması, hər ikisinə dulusçuluqla məşğul olması deyə bilərik. Yeni daş dövründə yəni dulusçuluq, toxuculuq. Doğrudur. Hər ikisinə toxuculuq mövcud olub deyə bilərik. Toxuculuq, xeyr, neolitdə yaranır. Qəşəng, bu da düzdür. O zaman hər ikisində istehsal formalaşdı deyə bilərsən. Mezolitdə yaranır. Əsaslı qoyulub, formalaşdı dediyimə görə yeni daş dövrüdür bu dövr. Yeni daş dövrü. Bax uşaqlar, çox rahatdır. Yeni daş dövründə də bizim iki əsas yaşayış məskənimiz var ki, bunlar hansılardır? Ağcabədidə Kamil Təpə, öncüsü nə idi? Dovuzadam, Göytəpə oldu yaşayış məskənlərimiz. Aydın oldu bunlar. Onda bir daha ilahə ilə yadımıza salaq eneolit dövrünü. Bizim keçid dövrü dediyimiz dövr hansı dövr oldu ilahə? Mis daş dövrü, eneolit dövrü. Neçənci minliklər əhatə edir? 6-cı, 4-cü. 6-4-cü. Bəs yaxşı. Bu dövrdə əhali harda yaşayır? Məişətində, yaşayışı nə kimi yeniliklər baş verdi? Burada artıq eneolitdə deyək də köçmə, insanlar oturaq həyata neolitdə keçid qoyulubdu, amma eneolitdə də davam edibdi deyə. Daha çox dairəvi evlərdə, düzbucaqlı evlərdə, çay kənarlarında yaşayırdılar, yaxud da qazma evlərdə ola bilər. Düzdür. O bir dəqiqə Fərdədən soruşaq. Fərdə, insanlar deməli ilk dəfə nə zaman dairəvi və ya dördbucaq, düzbucaqlı evlərdə yaşamaya başladılar? Eneolit dövründə. Bəli, eneolit dövründə. İlahəm, eneolit dövründə insanların o dediyimiz yaşayış evləri falan, bu çardaqlı evlərə harda rast gəlinmişdir? Cəllabadda, Əliköməkdəpədə. Qəşəng düzdür. Cəllabadda Əliköməkdəpə yeni salınmış məlumatlardan biri uşaqlar yadda saxlayırsınız ki, çardaqlı evlər tapılmışdı buradan. Düzdür. Bəs yaxşı. Əmək alətlərindən nə kimi əmək alətlərindən istifadə ediblər? Eneolit dövründə kürələr yaranmağa başlamışdı. Yaxşı. Bir də bizdi, iynədi, qaşqomaylı bıçaqlar falan hazırlanırdı. Qoşulmalı. Bu dövr ən böyük yeniliyi Metal. Misi tapdılar. əla düzdür. Misin tapılmasıydı, doğrudur. Misin tapılması. O zaman sonra bizə gəldi. Sonra bizim mis daş dövrü dediyimiz dövr neçənci minlikləri əhatə elədi? Eneolit dövrü olmuşdu. Bu da 6-cı, 4-cü minlikləri əhatə eləmişdi. 6-4-cü minliklər. Bəs yaxşı, bu dövrdə cəmiyyətin həyatında nə kimi yeniliklər baş verdi? Deməli, evləri çiy kərpicdən bir də dairəvi formada tikirdilər. Həmçinin burada ölüləri evlərin kənarında bastırırdılar. Ya da içərisində. Evlərin içərisində bastırdılar, doğrudur. Bəs yaxşı, ölülərin üzərinə səpilən maddə necə adlandırılır? Qırmızı, qan rəngli oxra səpirdilər. Bu da ki, yeni həyatın başlanğıcı kimi deyə hesab olunurdu. Düzdür. Onda bir daha yadımıza salaq gəl səndən. Nə zaman axirət dünyasında imam yarandı? Axirət dünyasında imam deyilsə orta periodda, sadə dinməz deyilsə, bu da alt period dövründə yaranmışdı. Qəşəng, düzdür. Bu dövrdə eneolit dövründə yeni məlumatlarımız əsasən dulus qablarla, dulusçuluqla da bağlı yenilik oldu ki, bu nədən ibarət idi? Yəni, burada dulus sobalar tapılmışdı, dulusçuluğa aid. Düzdür. Dulus kürələri tapıldı ki, artıq onu göstərir ki, dulusçuluğun həm texnikası dəyişib hazırlanma, həm də davamlı keyfiyyəti yaxşılaşıbdır. Üzəri də şəhərdə yaranmışdı. Qəşəng düzdür. Bəs yaxşı. O zaman bizə deyəcəkdir Səbinə mislə bağlı. Səbinə, bəs misi necə emal edirdilər? Əvvəlcə soyuq döyməsi edirdilər. Sonra da keçdilər o isti döyməyə. Balkondan. Düzdür. Əvvəl soyuq döyməsindən, sonra isti döyməsindən istifadə edildilər. Bu belə. Eneolit dövründə bir də nələrimiz baş verdi? Eneolit dövründə həmişə zarafatla dediyim bir söz var. Tez ol. Franki mənə gətir. Dediyim bir şey var ki, bu kişilər vaxt olub ki, qadının heykəlini qoyubana sitayiş elədikləri dövr olubdur. De görürsən nə? Qadın heykəlləri nə zaman tapılıbdır? Yəni qadın nə zaman heykəlimiz var?
Eneolit. Əla, düzdür. Eneolit dövründə. Bunu yadda saxlayırıq uşaqlar. Deməli, Xumar nə zaman qadın heykelləri tapıldı? Eneolitdə. Bəli, Eneolit dövründə. Bax, biz qadınlara sitayiş edildikləri vaxt oldu bu işlərin. Zəməni getir. Sonra bir də nələrimiz qaldı? Səbinə, bəs yaxşı, Eneolit dövründə Azərbaycanda insanlar, tayfalar, kimlər, tayfa yox, əstağfurullah, Azərbaycanda əhali kimlərlə əlaqə saxladığı ortaya çıxdı? Ön Asiya ilə. Burada tikintilərdən sonra, yəni onlar kimi edirlər də tikintilərini. Uşaqlar, bu da yeni salınmış məlumatdır. Biz əvvəllər bunu Tunç dövrünə aid Ben edirik. Aşılarla idi. Son Tunç erkən dəmir dövrünə səfərimsən. Düzdür, erkən dəmir dövrüdür. Azərbaycan tarixində artıq məlum olub ki, biz Eneolit dövründən Ön Asiyanın bir çox tayfaları, bir çox xalqları ilə əlaqə saxlamağa başlamışıq. Əlaqələrimiz mövcud olubdur. Bunu yadda saxlayırsınız uşaqlar. Sizə Tunç dövrünə qədər vermişdim, düzdür? Gəlin üstündən bir daha keçək, suallarımızı verək, sonra keçək testlərimizə baxmağa. Bizə kim deyəcək? Xumar deyəcək. Xumar, Neolitlə Eneolitin oxşar cəhətləri nələr oldu? Hər ikisində istehlak təsərrüfatı var idi. İnsanlar Eneolit və Neolit Bəli, Eneolit, Neolit. əmək aletləri daşdan düzəlirdi. Düzdür. Hər ikisində metalla tanış idilər. var idi. Düzdür. Metalla tanış idilər deyə bilərsənmi hər ikisində? Xeyr, çünki metaldan Neolit erkən Tuncda var. Eneolit və Eneolit Misir dövründə tanış olmuşdular metalla. Sonra hər ikisində gəl baxaq görək. İnsanlar əkinçilik və maldarlıqla məşğul olurdu. Yılçıq və ovçuluqla məşğul olurdu. Neolitdə də əkinçilik, maldarlıq. Yox, hər ikisində var. Neolitdə də var, Eneolitdə də var əkinçilik, maldarlıq. Əkinçilik və maldarlıqla məşğul olmuşdur. Sonra hər ikisində əhali duluzçuluqla, toxuculuqla məşğul olub deyə bilərik. Xeyr, Neolitdə. Bax, bir şey deyim sənə qızım. Əgər bu Neolitdə varsa, Neolitdən sonra gələn Eneolitlər Tunç dövründə davam edib ki, bu günümüzdə qədər mövcuddur toxuculuq və ya duluzçuluq. Yadda saxlayırıq ki, bax bu toxuculuq, duluzçuluq Neolitdə yaranıb. Elə o dövrdə qalmadı ki, ondan sonra da inkişaf elədi, yeniliklər yarandı. Ona bir oxşar cəhəti deyə bilərsən. Eneolit dövrünün neçənci illəri əhatə edir? Eneolit Bəli. 4-6. 6-4-cü illəri əhatə edir. Eneolit insanların tanış olduğu metal? Mis. Qəşəng, düzdür. Bax, Eneolit deyəndə ilk ağla gələn mis olsun. Düzdür. Bəs Fərdə bizə deyəcəkdir, Fərdəm. Sən bizə deyə görək, mezolit, neolit, eneolit. Hər üç dövrün oxşar cəhəti nə ola bilər? Ana xaqanlığı mövcud idi. Düzdür. Sonra insanlar qəbilə formasında yaşayırdılar. Qəbilə nə zaman yaranmışdı? Qəbilə üst paleolitdə, Nə vaxta qədər davam edibdi? Eneolit dövrünə. Eneolitin sonları və erkən Tunç dövrünə qədər denən davam etmişdir. Hər ikisində istehsal təsərrüfatı, hər üçündə istehsal təsərrüfatı mövcud olub deyə bilərik. Xeyr, istehsal təsərrüfatı mezolit dövründə başlayıb. Başlayıb. Deməli, mezolit, neolit, eneolit üçün oxşar cəhət ola bilər. Bəli, üçün soruşmuşdunuz. Hər üçündə əmək alətləri əsasən nədən hazırlanır? Daşdan. Düzdür. Bax, uşaqlar, orada əsasən sözünü vurğulayıram xüsusən. Bəs mis daş dövründə niyə misdən hazırlanırlar, daşdan hazırlayırlar? Çünki mis kövrək olurdu, ona görə daha çox üstünlüyü daşa verirdilər. Doğrudur. Mis daş dövrü. Düzdür. Ayşə bizə deyəcəkdir, Ayşə xanım, de görəsən bizə bayaqları qeyd elədik. Mezolit hansı yaşayış məskənləri əsasında öyrənilmişdir? Babustan və Qazaqlı dənizinin mağarası. Düzdür. Neolit hansı yaşayış məskənləri əsasında öyrənildi? Kamil Təpə və Tovuz və Göltəpə. Kamil Təpə harada yerləşir qızım? Kamil Təpə Ucabəldə. Qəşəng, düzdür. Bəs yaxşı, Eneolit deyəndə hansı yaşayış məskəni yadına düşür? Damcılı. Biraz da fikirləşim, çardaqlı evlər tapılmış deyil. Deyim. Buyur qızım. Cəlilabadda Əliköy məktəbə, düz bax bilirsən. Doğrudur. Cəlilabadda Əliköy məktəbə. De görəsən bizə Ayşə, bu yığıcılıq, ovçuluq nə zamandan ortaya çıxdı? Alt paleolit Nə dövründə. zaman ikinci dərəcəli peşəyə çevrildi? Neolit bir də Eneolit Eneolit dövrləri. isə daha doğru olar. Eneolit dövründən artıq ikinci dərəcəli peşəyə hesab olunurdu. Bəli, Neolit dövründə əkinçilik maldarlıq yarandığına görə deyirik ki, artıq bunlar
İnsanlar əsasən əkinçilik maldarlıqla məşğul olurdu. Oturaq həyata nə zaman keçib insanlar? Niyə görə neolit dövrü qeyd edirsən? Çünki əsas əkinçilik və maldarlıq olduğu üçün köç etmələri lazım olur. Əkinçilik deyirsən, meydana gəldiyinə görə məcburdur bu taxılı yerə səpsin, sonra onu biçənə qədər məcburən bir yerdə yaşasın. Bu da oturaq həyata keçidin əsas göstəricisi idi. Doğrudur. Sonra kimimiz qaldı? Baharımızdan davam edək görək. Çoxlar, təkrar eyni şey deyirəm ki, bu çətin dövr sizin yadınızda yaxşı qalsın. Kimdəydik? Bahardaydıq. Bahar xanım, misi hansı yolla emal edirdilər? Birinci soyuq, sonra isti dövr. Doğrudur. Bax, bunlar yeni salınmış məlumatlardır. Əsasən mis yataqlar Azərbaycanda hansı bölgələrdə rast gəlinirdi? Gədəbəy, Daşkəsəndə, Qarabağ ərazilərində. Doğrudur. Dağlıq hissələrdə. Dağlıq hissələrdəydi. Düzdür. Bəs yaxşı, mis daş dövründə nəyə görə daşdan, eyni zamanda misdən, nəyə görə tamamilə misdən deyil də daşdan da məkalətlər hazırlayırdılar? Mis kövrək idi, tez qırılan və əyilirdi, ona görə daşdan istifadə olunurdu. Bəli, düzdür, doğrudur. Sonra desəm ki sənə, dulusçuluqda yeni texniki üsullar ortaya çıxdı. Bunu hansı dövrə aid edərsən? Eneolitə, çünki neolitdə daha kobud qablar düzəldirdilər, eneolitdə daha səliqəylə düzəltməyə başladılar. Düzdür, səliqəylə deyəndə yadıma düşdü ki, o elə bu dulus qabların da üstünü nə ilə bəzəməyə başladılar? Naxışlarla. Naxışlar. Bunu xüsusən vurğulayıram ki, sadə naxışlar deyirsə eneolit dövrü götürəcəksiniz. Yox, insan, heyvan fiqurları, həndəsi fiqurlar desə biz bunu orta tunç dövrü deyəcəyik. Yadımızda qalsın. Sonra əsas məsələ qaldı toxa məsələsi. Toxa nə zaman yaranmışdı? Toxa neolitdə. Düzdür. Neolitdə. Bəs toxa əkinçilik dövrü hansı dövr idi? Eneolit. Bəli, neolit dövrü düzdür. Yox, nəsə elə bil ki, mən hamını qrupdan çıxardası olacaq. Bir-iki nəfər xaric. Hamı yerdə cavab vermir. Niyə uşaqlar sizdən? Hələ təzədirmi, yoxsa nəsə uyğunlaşa bilmirsiniz? Yerdən bütün suallara cavab verin. Belə daha maraqlı olur. Bir görün, yoldaşınızla eyni mi suala cavab verirsiniz? Həm də elə olanda daha yaxşı yadda qalır. Yaxşı, bunları qeyd elədik. İndi keçək bir də xəritələrimizin üstündə bir neçə suallarımızı verək. Uşaqlar, qrupa xəritələr göndərmişəm. Həmin xəritəni axırıncı göndərdiyimdə mütləq şəkildə hər kəs çap eləyib, özündə saxlayır. İndi ekranı bölüşək, başlayaq buradan sizə suallar verməyə. Axırıncı kimdəydik? Sevirdəydik, yoxsa? Məndəydi. Adı nədir qızım? Kamera örtüldü. Bahar. Baharda, Bahar. İndi sən bizə qeyd elə girək. Qobustan yaşayış məskəni dediyimiz Qobustan düşərgəsi hansı rəqəmlə işarə olunubdur? 6. Bəli, 6 rəqəmlə işarə olunub, düzdür. Bir desəm Qobustan, bir də Qazaxda Damcılı. Bu yaşayış məskənləri əsasında hansı dövr öyrəndik? Mezolit. Qəşəng, düzdür. Mezolit dövrü öyrənilmişdir. Doğrudur. Sonra Sevil bizə deyəcəkdir, Sevil. Deyə görəsən bizə geri qaydın, sən də görün. Sevil xanım. Sənə hansı dövrdən sual verək? Azıq mağarasına getmək istəyirsən, hansı rayona getməlisən? Xocavəndə getməlisən. Xocavənd neçə rəqəmlə işarə olunubdur? 7. Biraz da fikirləş, keçən dəfə dediyim İbandikə bənzəyir. Kim deyər uşaqlar, səs açıb deyə bilərsiniz? 1. Bax, Xocavənd rayonları ərazidir. Amma bilirəm ki, Xocavənddə təkcə Azıq mağarası deyil, həm də bir digər mağaramız var ki, bu hansı mağaradır? Tağlar. Bəli, qəşəng düzdür. Azıq, Tağlar mağarası. Bu iki mağaranda yadda saxlayırıq ki, harada yerləşir? Xocavənddə. Bəli, Xocavənddə yerləşir. Bax, bunları qəşəng yadında saxlayırsan. Sonra keçək bir də İlahə ilə. İlahə bizə deyəcək, İlahə, sən bizə
Erkən Tunç dövrünə aid ibadətgahlar deyirsən, hansı bölgələrdə yerləşir? Xaçmazda Sərkərtəpə idi, o da 5 nömrəlidir. Sonra bir də Baba Dərviş var idi Qazaxda. Qazaxın özü də 2 nömrəlidir. Sonra bir də bir yerdə qaldı, onun yadımdan çıxdı. 3 dənə deyəsən. Birinci köprü. Bir də şey Naxçıvanda var idi. Naxtaydı, bir də Kamiltəpə, Çültəpə idi deyəsən. Birinci O da birinci. düzdür, birlə işarə olunub. Bəs yaxşı, Safura bizə deyə bilər mi, Safura? Neolit dövrü abidələrini araşdırmaq istəyirsən? Sən hansı rayonları üst tutmalısan? Ağcabədi bir də Tovuz. Ağcabədi neçə rəqəmlə işarə olunub? Ağcabədi. Baxaq görək Ağcabədi neçə rəqəmlə işarə olunub? 8. Yox, bir dəqiqə, 16. Şəhəng, düzdür, 16. Bəs yaxşı, Tovuz? Tovuz bir də 13. Diqqətlə bax xəritəyə. 12. 12 rəqəmlə işarə olunub. Mən yadda saxladım. 12 oldu bizim Tovuz rayonumuz. Tovuzda hansı yaşayış məskəni idi? Tovuzda Kamiltəpə. Tovuzda Göytəpə, Tovuzda Göytəpə, Ağcabədi, Kamiltəpə. Ağcabədi, Kamiltəpə. Qızım, əgər istilənirsən, saçını niyə yığmırsan? 1-2. İstidir, hamıya istidir. O zaman saçını topla, sən üçün rahat olsun. Elə çox istilənmə. Yox, isti deyil. Yəqin eşlər, siz başqa yerdə yaşayırsınız, isti deyil. Sonra nələr qaldı? Safradan sonra Arifə bizə deyəcəkdim. Arifə, 7 rəqəmli işarə olunmuş rayonda hansı mağara yerləşir? 7 Kəlbəcərdir. Kəlbəcərdə Tunç dövrünə aid. Zar. Bəli, Zar mağarasıdır, düzdür. Kəlbəcərdə Zar mağarası. Bir daha yadda saxladıq. Kəlbəcər neçə rəqəmlə işarə olunub? 7. Bəli, 7 rəqəmlə işarə olunub. Düzdür. Sonra ardınca sən bizə deyəcəksən 13 rəqəmlə işarə olunmuş rayonumuz hansı rayondur? 13 Gədəbəy. Düzdür, Gədəbəy. Bu Tunç dövrünün içərisindədir. Tunç dövründə burada nə tapılıb? Kimsə yadındadır uşaqlar? Sklavik tikilləri idi Arıqdam kəndində. Arıqdam kəndində. Doğrudur. Bəs yaxşı Arifə, 13 rəqəmlə, 3 rəqəmlə işarə olunan rayon hansı rayondur? 3 şey tərəfdir. Biləsuvar olmaz. Biraz da aşağı düş. Onda Tanış zonasıdır. Mən əlimdə deyim, sən Cəlləbat. Cəlləbat. Düzdüm. Gülşən bizə deyə bilərmi? Gülşən, 3-ün yanındakı 4 rəqəmində hansı mağaramız yerləşir? Buzeyir, Lerikdə Buzeyir. Qəşəng, düzdür. Buzeyir mağarası. Bəs Alt-Paleolit dövrünə aid bir də hansı mağara yerləşir? Burada, 3-də. Bir də, bir. Hə, Naxçıvanda qazma. Qəşəng, düzdür. Naxçıvanda qazma mağarası. 6 ilə işarə olunmuş rayonda hansı yaşayış məskəni tapılır? Urmiya yaxınlığında. 6. Hə, yox. 6-dan beri son 7-yə baxıram. 6 şey, Qobustan. Doğrudur, Qobustan. Bəs Nuray bizə deyə bilərmi? Nuray, o zaman sən bizə deyəcəksən, buradan nələrimiz qaldı? 11 ilə işarə olunmuş rayonumuzda hansı mağaralar var? 11 Xocavənddir. Orada da Tağlar və Azıq mağaraları. Tağlar, Azıq mağarası düzdür. 15 rəqəmlə işarə olunmuş rayon hansı rayondur? 15 Xocalıdır. Bəli, düzdür, Xocalı düzdür. Bəs 9? 9 Ağdərə, Ağdam. Ağdam, düzdür. Ağdamdır. Onda sonra bizə deyəcək sonra Neolit dövrü hansı yaşayış məskənlər əsasında öyrənilibdir? Ağcabədi, Kamiltəpə, bir də Tovuzda Göytəpə. Ağcabədi 16-dır. Tovuzda 13. Biraz da baxaq, 13 müydü yoxsa? 12. 12 miydi? Qəşəng, düzdür. Səbinə bizə deyəcək, Səbinəm. Səbinə xanım, 5 rəqəmlə işarə olunmuş rayonumuz hansı rayon oldu? 5. Bildiyim bir yerdir. İnşallah universitetə qəbul ol. Bura gedərsən istirahətə.
Buyurun uşaqlar. Xaçmaz, Xaçmaz. Bəli, düzdür, Xaçmaz. Xaçmazda Sərkərtəpə yerləşir. Bu Tunç dövründə keçmişik. Xaçmazda Sərkərtəpə. Keçən dərsimizdə dedik uşaqlar, baxın, bu qartalın dimdik hissəsində Qobustan axtarırıq. Qartalın qanadının ucu hissəsində isə Xaçmaz axtarırsınız. Sonra Xaçmaz 5 ilə işarə olunubdur. Bax, üçbucaq formasında görürsən səbinə 8. 8 rəqəmlə işarə olunan rayon hansı rayondur? Bu səsin olmuşu 8. Oğuz. Bəli, Oğuz düzdür. Görəsən, Mingəçevirdəki düşərgəmiz necə adlandırılır? Qaraca düşərgəsi. Bəli, düzdür. Qaraca qızla yadda saxlamışdıq. Və görəsən bizə, orada Mingəçevir neçə rəqəmlə işarə olunur? Burada Bəli, 10 rəqəmi ilə. 10 rəqəmi ilə doğrudur. Sonra Xumar bizə deyəcək, təkrar sual verim ki, yadımızdan çıxmasın uşaqlar. 6 rəqəmlə işarə olunmuş rayon? Qobustan deyir. Bəli, Qobustandır, düzdür. Qobustan. Sonra keçək 4. 4 rəqəmlə işarə olunmuş rayon hansı rayondur? 4 Lerik Buzeyir mağarası var. Buzeyir mağarası. Bəs 3 rəqəmlə işarə olunmuş rayonumuz? Ay səni. Özdə siz tərəflərə yaxın yerlərdir. Buyurun Nuray. Bacın səhvində. Əli məktəb. Cəllabadda Əli təpə. Aydın oldu? Bəli. Cəllabadda Əli təpə. Düzdür. Sonra bəs Fərdə bizə deyəcəkdir Fərdə. 16 rəqəmlə işarə olunmuş rayonumuz? Füzulidir. Biraz da fikirləş. Füzuli İranla sərhəddədir. Bir dəqiqə. Bilmədim. Uşaqlar kim deyər 16-nı? Ağcabədi, Kamil Təpə. Bəli, düzdür. Ağcabədi, Kamil təpə. Yaxşı, Ağcabədi, Kamil təpə hansı dövr aiddir Fərdə? Neolit. Bəli, Neolit dövrü. Neolit dövrünü öyrənmək üçün başqa bir yaşayış məskənimiz var ki, bu necə adlandırılırdı? Aha, Tovuzda Göytəpə. Tovuzda neçə rəqəmlə işarə olunurdu? 12. Qəşəng, düzdür. 7 rəqəmlə işarə olunmuş rayon? Kəlbəcər. Düzdür. Kəlbəcərdəki mağaramız? Zar mağarası. Zar mağarası, düzdür. Sonra 13-dəki, Ayşə bizə deyəcək, Ayşə 13 rəqəmlə işarə olunan rayon hansı rayonuydu? Gədəbəy. Düzdür, Gədəbəy. Sonra bir də qaldı 9. Bəs 9-dan işarə olunan rayon? Xocalı. Xocalı, qəşəng. 1-dən işarə olunan rayonda hansı yaşayış məskəni tapılıb, hansı mağara tapılıb daha doğrusu? Naxçıvanda Qazma mağarası. Düzdür, qəşəng. Düzdür. 10 rəqəmlə işarə olunan rayon? Bəli. Bilməm. Qaraca qız hardaydı? Bəli, Mingəçevirdəydi, düzdür. Mingəçevir. Yadda saxlayırıq. Mingəçevir sanki Yevlaxın içərisində yerləşir uşaqlar. 8 rəqəmlə işarə olunmuş rayonda Bahar deyirik. Bahar 8. Gəncə. Yox, 8 diqqətli ol. Şəkidim. Yazdım, üçbucaq formasında Oğuz. Bax, bu üçbucaq bizə Oğuzu xatırladır, yadınıza saxlayırsınız uşaqlar. Bizim üçün ipucu çaylar, göllər, dənizlərdir. Buna əsasən yadda saxlayırsınız. Misal üçün, Kür çayı boyunca, Araz çayı boyunca yerləşən rayonlarımızı bu Kür, Araz çaylarına nisbətən tapmaq olur. Xəzər sahilində yerləşən rayonlar, sonra Qartalın dediyimiz bayaqları dimdik hissəsi, Qartalın qanadının uc hissəsi, Gürcüstanla sərhəd, Ermənistanla, İranla sərhəd olan əraziləri bu cür yadda saxlaya bilərsiniz. Göndərdiyim xəritəni kimlər çap eləyir? Hər kəsə xəritəni çap eləyir uşaqlar. Kimsə yadımızdan çıxmadı ki? Sevil deyil qızım, Sevil. Hə, Ləman. O zaman buyur, sənə suallarınızı verək görək. Ləman, sən bizə deyəcəksən nələrim? 3-dən 4. Hansı rayonlarımızdır? 3-də Cəllabadda Əli Təpədir, 4-də Bilərikdə Buzeyir. Düzdür, qəşəng. 13 rəqəmlə işarə olunmuş rayon? Gədəbəydə. Düzdür, Gədəbəydə tapılmış sklopit tikili necə adlandırılır? Arıqdan gitdim. Düzdür, Arıqdan, doğrudur. Bəs 2 rəqəmlə işarə olunmuş ərazidə hansı mağaralar aşkar olunmuşdur?
İki Qazaxdır, Qazaxı damcılı daş tarafı. Düzdür. Xəritədən sual düşsə, heç kəs səhv yazmayacaq ki, ha, bilmədim, ay yadımdan çıxdı, bu bəhanələr olmasın, ha. Dimin test toplusunu işləyibsiz, lap gözəl. Uşaqlar, işlədikdən sonra dimin test toplusunu mənə göndərmək lazımdır. Oradan bilim ki, əmin olaq ki, işlədiniz. Dimin test toplusundan səhvlərinizə baxaq. Özünüz yoxlayıb testi. Bəli, bəli, özünüzü yoxlayırsınız uşaqlar. Biz də burada səhvlərinizə baxırıq sizlərlə. Mən orada üç dənə sualı keçməmişdik. Düzdür, variantlarda iki çevrimiz oldu. Hay qızım, düzdür. Bir iki dənə sual tunç dövründən qarışıq. Mədəniyyəti falan var idi. Onları yazmadım. Onları yazmadığımı çıxsam 2 səhvə çıxdı. Əla, Onu özüm unutmamışım. Hələ ki səhvsiz. əla, süper. Bir dənə başa düşmədiyim sual var məndə. Aha, baxaq. Bir dəqiqə uşaqlar, bu ekran paylaşımı düzəldim, siz də görəsiniz. Həmişə məndə əvvəlində belə gəlir, amma dərslər çətinləşdikcə səhvlərim çox çıxır. Bu normaldır. İndi bu hələ ki asan dərslərdir. Dərslər çətinləşdikcə suallar daha çox olacaqdır. Yenə deyirəm uşaqlar, suallarınız nə qədər çox olsa belə heç vaxt suallarınızı gizlətməyin ya da ki qorxmayın, çəkinməyin. Nə qədər sual varsa verin. Biz birlikdə onların öhdəsindən gələcəyik. Bu dəqiqə test açılmadı. Bilirəm ki, yaxşıca oxusaz, nəticəniz də yaxşı olacaq. Tarix elə bir fəndir ki, nə qədər siz buna maraqla yanarsaz, diqqətlə oxusaz, bir o qədər də yaxşı nəticə əldə edəcəksiniz. İmtahanda da ancaq və ancaq kitabdan düşür. Kitabdan qeyri heç bir şey düşmür. Oxuduğunuz məlumatlar, işlədiyiniz testlərin hər birini imtahanda görəcəksiniz ki, müəllim bunu sual vermişdi, bu testi işlətmişdim. Yaxşı oxuyan hər bir tələbə yaxşı nəticə əldə edir. Hə uşaqlar, 1-dən 10-a qədər. 3. Üçüncü sualımız. Gülşən xanım deyir, səhvim yoxdur. Gülşən, buyur izah edəm. Üçüncünü, alt və orta paleolit dövrlərinin ümumi cəhəti. Deməli, ağıllı insanın formalaşması bu deyil. Ağıllı insan üst paleolitdə yaranmışdı. İlk əkinçilik vərdişlərinin yaranması mezolit dövrüdür. Neandertal adlanan yeni insan tipinin mövcud olması orta paleolit. Əmin alətlərin daşdan hazırlanması bu hamısına aiddir. Ona görə götürürük bunu. İctimai əmək bölgüsünün baş verməsi də Tunca aiddir. Sonu litlə bitirsən, paleolitin mərhələsidirsə, deməli daşdan hazırlanır. Ona qədər başqa səhviniz? 20-yə qədər səhviniz? 15. 15, 13. 13. Yaxşı, 13-dən başlayaq. 13-cü sualımızda Nuray Sultanova buyur izah edəm. Dedim, orta daş dövrü, yeni daş dövrü, mis daş dövrü. Mikro dəmir alətlərinin istifadəyə başlanması bu mezolit dövründədir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, toxay keçinin inkişaf etməsi. Sənətkarlığın müstəqil bu ikinci ictimai əmək bölgüsüdür. Orta Tuncdadır. Orta daş dövrü, mikro dəmir alətlərinin istifadə. Biri götürürük. Orta daş dövrünün hansı dövrdür? Paleolit dövrü. Orta daş dövrü. Mezolit dövrü. Mezolit, mikrolit. Hərflərlə yadda saxlamışdım. Yeni daş dövrü, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, toxay keçisi. Mikro dəmir alətləri dördü də götürürük. Yeni daş dövründə dedin ki, mis daş dövrü toxa əkinçiliyinin inkişaf etməsi, bəli, götürülür. Düzdür. 1-5. Sonra, baxaq, yeni daş dövründə mikrolit əmək alətləri ola bilməz. Mezolitdədir. Orta daş dövründə sənətkarlıq müstəqil sahəyə çevrilməsi düzgün deyil. Deməli, düzgün cavab 1-5, o da C variantı. 15-ci sualda icra uşaqlar. Toxuculuq və saxsı qablar istehsalının yarandığı dövr hansı dövrdür? Arifə. Neolit. Neolit. Bəli, neolit dövrü düzdür.
19-cu sual demişdiniz. Safur izah elə 19-cu sualı. 19-cu sualda 19-da uyğunluğu gözlənilir. Elə A-da yığıncılıq istehkar təfərrüatıdır. Yəni A variantıdır elə. Biraz fikir çək. Yığıcılıq istehsal təsərrüfatı ola bilər. Gedib təbiətdən nə isə mənimsəmiş, hazır şəkildə mənimsəyirəm. Özüm əkməyib, becərməmişəm, gedib hər hansısa bir gilə meyvə toplayıram. Bu nə zamandan istehsal təsərrüfatı olur? Mən orada A variantı yazmışam. Orada kürdən, yəni tuncdan çox sual verirdi. Ona görə ona yəni baxmadım. Kür-araz mədəniyyəti siklopid tikililərin yaranması, kür-araz mədəniyyəti yadda saxlayırıq ki, erkən tunç dövrüdür. Siklopid tikilər isə son tunç dövrünə aid deyil. Kür-araz mədəniyyəti şumlama zamanı qoşqa heyvanlarından istifadə olunur. Düzdür, erkən tunç dövründə qoşqa heyvanlarından istifadə olunur. Boyalı qablar mədəniyyəti orta tunç dövrüdür, erkən tunç deyil. Əkinçilik də istehlak deyil. İstehlak mənimsəmədir, hər şeyi hazır şəkildə mənimsənilməsidir. Bəli, istehsal. C variantı. 20-dən 30-a qədər səhviniz? 26. 28. 26-28. Sonra 26-cı sual izah eləm. Azərbaycanda xaqanın mövcudluğu olmayan fərqli olaraq ana xaqanın dövründə əvvəllər deyir ki, insanlar kollektiv halda yaşayırdı. Deməli, ata xaqanın tayfa formasında yaşayırdı. Da kollektiv yaşayış tərzi gedir. Ana xaqanında da qəbilə icması formasında yaşayırdılar. Bu da hər ikisinin oxşar cəhətdən ona getdi. Metaldan alətlər hazırlardılar. Metaldan deməli tunç dövrünə tuncdan istifadə edirlər. Burada da ki, eneolit dövrünə üstdən tanış olmuşdu. Hər ikisi metal gedir, OGB getdi. İkinci memarlarlıq meydana gəlmişdi. Bu ana xaqanın dövrünə aiddir. Onu rəsiyyə götürürük. Deyədə deyir ki, sənətkarlıqla məşğul olurdular. Bu ortaq cəhətdir. Deyədə də saxsı qap hazırlayırdı. Bu da eneolit aiddir. O da ana xaqanına gedir. Y səhvdir. Cavab səbəbi. Düzdür. Uşaqlar, bunu başa düşmək lazımdır. Ata xaqanlığının mövcud olduğu dövrdən fərqli olaraq ana xaqanlığı dövründə elə bir şey götürməlisiniz ki, siz eneolitdən, daha doğrusu üst paleolitdən eneolitə qədərki dövrdə yaransın bu. Ata xaqanlığında xeyr, sadəcə bu ana xaqanlığı dövründə mövcud olsun. Bax, insanlar kollektiv halında yaşaması qeyd elədik ki, yoldaşınız qəbilədə də kollektiv yaşayıbdır, yəni ana xaqanlığı dövründə. Sonra ata xaqanlığı dövründə tayfalar yarandı. Tayfada da yenə kollektiv şəkildə yaşayırdı. Metal alətlər istehsal olunurdu. Metal alətlər biz bilirik ki, eneolit dövründən başladı. Bu dövrdə ana xaqanlığı dövrüdür. Yəni ana xaqanlığı dövründə də metaldan istifadə olunurdu. Ata xaqanlığı da tuncdan sonradır. Tuncdan başlayaraq daha doğrusu. Tuncdur, sonra ardınca dəmirdir. Bunlar da metal alətlərdir. Yəni ata xaqanlığında hər ikisində həm ana, həm ata xaqanlığında metal alətlərdən istifadə olunubdur. Əhali sənətkarlıqla hər ikisində məşğul olub, insanlar saxsı qablar düzəldiblər. Amma C bəndinə baxın, əkinçilik və maldarlıq meydana gəldi. Meydana gəlməsi bir dəfə olur. O da hansı dövr qeyd elədik biz? Neolit dövrü. Əkinçilik, maldarlıq neolit dövründə meydana gəldi. Hə, deməli neolit dövründə uşaqlar meydana gəlibsə, bu yalnız ana xaqanlıq dövrünə aiddir. Meydana gəlmə bir dəfə olur, o da ana xaqanlıq dövründə olubdur. 28. Səbinə izah eləm. 28-də deyik Azərbaycanda 12-8 minlikdən fərqli olaraq 6-4 minizlib, 12-8 mezolitli, o birisi də neolitli. 28-də deyir ki, əhali toxuculuqla məşğul olurdu. Və bu düzdür, neolitdə toxuculuq məşğul, ancaq mezolitdə olmurdu. Fərqli elə cavabı Bir dəqiqə uşaqlar. Bu eneolit deyir. Bir dəqiqə, sən vaxtda zəhmət olmasa, nəsə xışıltı gəldi. Bu yoldaşın izah eləsin, sonra davam edək. Bax qızım, 12-8-ci minliklərdən fərqli olaraq 12-8-ci minliklər hansı dövr idi? Mezolit. 6-4-cü minliklər hansıdır? Neolit. 6-4? Neolit. Eneolit olmur? Neolit. Eneolit dövrüdür. Yadında saxla. 6-4-cü minliklər eneolit dövrü. Mezolitdən fərqli olaraq indi eneolit dövründə baş verən yeniliklər sən bizə de. Burada deyir ki, A'da analı toxuculuqla məşğul olurdu. Elə budur da, fərqlidir. Mezolitdə yox idi. Sonra deyir, adaşlarda toxuculuq neolitdə yaranırdı, ancaq eneolitdə daha da inkişaf edildi. Düzdür. Neolitdə yarandı. Günümüz bugünə qədər davam edib. Yəni eneolitdə də, tunç dövründə də, son dəmir dövründə də,
Sontunç erkən dəmir dövrünü nəzərdə tuturam. Hər birində toxuculuqla məşğul olublar. Sonra Daşarım təsərrüfatının bu üçünə də aiddirlər. Neolit, paleolit, mezolit. Ona görə də ikisində də var. Deyək ki, sümükdən əmək alətləri hazırlanırdı. Bu hər ikisində də mövcud olmuşdu. Mezolit və neolit. düzdür. Sonra ana xalqanlığı mövcud Ana olub. xalqanlıq mövcudu üst paleolitdən erkən tuncaya qədər mövcud olmuşdu. Bir də axirət dünyasına inanılırdı. Bu da mezolitdə idi. Yox, axirət dünyası inam nə zaman yarandı? Orta paleolit. Yarandı, bu günə qədər də davam edir. Deməli, hər ikisində mövcud olub, bu da oxşar cəhətlikmiş. Bizdən fərqli cəhətə soruşduğuna görə çıxdıq bu variantı. Sonra uşaqlar 30-a qədər başqa səhviniz var. Heyvanlara inam orta paleolitdə meydana gəlmişdi. Heyvanlara inam elə qızım, alt paleolitdə hekəlləsi. Bəli. 30-dan 40-a qədər 32. 38. 32, 37, 32-dən başlayalım. 34. Tamam. Sonra Səbinə idi. İlahə 32-ci sualı buyurun Zəhirə. Deməli, bacarıqlı insan, ağıllı insan. Bu icmada yaşayıbdı bacarıqlı insan, biri adı. Daş, sümük və ağacdan əmək alətlərindən istifadə etmişdim. Bu məncə ikisinin oxşar cəhətidir. Yəni 3-ə B, ox kaman ixtira edib də ağıllı insan, 2-yə C, 3 dəfə təbii yoldan istifadə edib bacarıqlı insan, 1-ə D, Qəbilə icmasında da yaşayıbdı kim? Ağıllı insan, 2-yə də Y. Düzdür. 1-ə A D, 2-yə C, 3-ə də B, o da Y variantında yolundur. 34-cü sualımızda Kumar buyur. Deyir ki, mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə etdilər. Onların ağaclardan sümüklər və ya sivri daşla topladığı, yumşaldıb ehtiyat saxladığı yabanı bitki toxumlarını bir hissəsini bastırıb yenidən məhsul alırdılar. Demək, verilən proseslər nəticəsində istehsal təsərrüfatının əsasını qoyuldu. İstehsal mənimsəmə təsərrüfatı. Bunlar da ağacdan düşüb gördüyünü mənimsəyib əkmişdilər. Acı cavab A variantıdır. Yəni izah edirsən ki, bununla da ibtidai əkinçiliyin əsası qoyuldu. Və ibtidai əkinçilik artıq insan nəyisə özü istehsal etməyə başlayırsa, deməli istehsal təsərrüfatının əsası qoyuldu. Bəli, A variantı düzdür. 33 də düzdür uşaqlar. Düzdürsə o zaman Fərdi izah eləsin görün mənə. Buyur Fərdə. Bir dəqiqə mənə. 33 yazmamışam. Boş qoymuşam. Gözəl. Yazmayıbsan niyə demirsən? Demişdim mənə. 34 min 33 demişdim. Aha, yaxşı. Buyur izah elə görün. De görək niyə yazmayıbsan? Bir dəqiqə baxım. Ucadan oxu. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə etdilər. Onlar ağacda sümüklər və ya sivri daşla torpağı yumşaldıb ehtiyat saxladıqları yabanı bitki toxumlarının bir hissəsini bastırırdılar. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər. Verilən proseslərin nəticəsində ibtidai əkinçilik yarandı, ibtidai maldarlıq yarandı, heyvanların əhəlləşdirilməsinə başlandı, ictimai əmək bölgüsü. Hə, nə dedin qızım? Özləri üçün məhsul əldə edirlərsə, onda əkinçilik yaranır. İndi gəl baxaq. Bəli, özləri üçün, baxsan burada yuxarıda bayaqki 34-cü sualda da eynən buna bənzəyirdi. Yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşdüyünü görüb, əkinçilik deməli bunlar torpağa nə isə düşdüyünü, oradan cücərdiyini görürsə, deməli ibtidai əkinçilik bunun əsası qoyulub. İbtidai əkinçilik. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər, hə, deməli ibtidai əkinçiliyin əsası qoyulub. A variantıdır. Bax, oxuyursan, oxuduğun məlumatın içərisindən oradan bir nəticə çıxardırsan. Bu tipli suallar imtahanda mütləq düşüb, son illərdə oxuyub anlama bacarığını yoxlamaq üçün. Aslında çətin bir sual. 36 demişdiniz elə uşaqlar.
Ayşə izah elə 36-cı sualı. En azından 12. 8. minillikler əhatə edən bu dövrdə heyvanlar uzaq məsafədən avlanmağa başlandı. İqtidai maldarlıq və əkinçinin əsası qoyuldu. Haqqında bəhs olunan dövrdən farklı olaraq insanlar Eneolitdə əkinçi ilə tanış oldular. Bu səbəbdir. Eneolitdə ilk sənət sahələrlə tanış oldular. Bu düzdür. Üst paleolitdə qəbilədə yaşayırdılar. Bu da düzdür, ancaq onunla fərqli deyildiyə götürülür. Erkən tunç dövründə istehsal təsərrüfatı ilə tanış oldular. Bu səhvdir. Orta paleolitdə ovçuluqla məşğul oldular. Bu da səhvdir. Düzdür, ancaq onunla eynidir. Ona görə də bu variantıdır doğrudur. 12-8-ci minillikləri əhatə edən bu dövr hansı dövr oldu? Bəli, mezolit dövrü düzdür. Əgər uzaqdan ovlamağa başlayıblarsa, deməli, ibtidai maldarlıq və əkinçinin əsası qoyulur. Haqqında bəhs olunan dövrdən fərqli olaraq insanlar, yəni mezolit dövründən fərqli olaraq insanlar, Eneolitdə əkinçiliklə tanış oldular. Xeyr, Eneolitdən əvvəl. Yəni bu dövrdə də tanışıydılar da, mezoilitdə də tanışıydılar. Eneolitdə ilk sənət sahələrlə tanış oldular, bəli. Üst paleolitdə qəbilədə yaşayırdılar, xeyr, üst paleolitdə də qəbilədə yaşayırdılar, elə mezoilitdə də qəbilədə yaşayırdılar. Erkən tunç dövründə istehsal təsərrüfatı ilə tanış oldular. İstehsal təsərrüfatı dedik ki, mezolit, neolit dövrlərinə aiddir. Orta paleolitdə ovçuluqla məşğul olurlar, elə hamısında ovçuluqla məşğul olurlar. Bu sualı dərk elədin sən, Aysu? Başa düşmədinsə, yəni təkrar izahını verin. Yetər ki, başa düşün. Yəni deyir ki, bax qısacası, mezoilitdən fərqli olaraq insanlar neolit dövründə ilk sənət sahələrlə tanış oldular. Bu toxuculuq, dulusçuluqdur. Bilirsiniz ki, dulusçuluq, toxuculuq, daş işləmə, bunlar əvvəlki dövrdə olmayıb toxuculuq, dulusçuluq. Mezoilitdən fərqli olaraq neolitdə ilk dəfə olaraq toxuculuq, dulusçuluq ortaya çıxıbdır. Ona görə B variantını götürdük. 38 demişdiniz, eləm? 37. 37-ci sualımızı Aysu'dan sonra Bahar izah edəcək. Buyur, Bahar. Mezolit dövründə başlayan hansı proses Eneolit dövründə başa çatmışdır? Qəbilə icması. Tayfiyə keçdilər Eneolitdə. Mezolit dövründə başlayan hansı proses Eneolit dövründə başa çatmışdır? Hə, bu sualımız köhnə sualda heyvanların əhəlləşdirmə səviyələri deyirdik. İndi artıq demir. Kitab təzələnib, test təzələnib, amma içərisindəki sual köhnə qalıbdır. Uşaqlar, heyvanların əhəlləşdirilməsi köhnə məlumatlarda belə deyirdik. Amma indi təzə kitablarda yazırlar ki, erkən tunçda da heyvanların əhəlləşdirilməsi davam edir. Sualımızdan. 38-ci sual dedisi ilə bayaqlar uşaqlar. Bahar, bunu izah eləm. Neolit dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən deyil, saxsı qabların hazırlanması, saxsı qablar hazırlanırdı. Neolitdə ilk dəfə hazırlanan saxsı qablar. İnsanların toxuculuqla məşğul olması, əhalinin oturaq həyata keçməsi, metaldan bəzək əşyalarının hazırlanması. Metaldan bəzək... Düzdür. Toxuculuqla ilk dəfə bu dövrdə məşğul olublar. Deməli, o neolit dövrünə aiddir. Sənə deyir ki, aid olmasın. Ona görə ikincisindən xətt çəkdim ki, neolit dövrünə aiddir. Düzdür. Eneolitdə olubdu metaldan bəzək əşyalar. Düzdür. Oturaq həyata nə zaman keçiblər? Neolitdə. Bəli, neolitdə. Bu da aiddir. Deməli, qaldı bir tək B variantı. Evet. 40-a qədər səhviniz var, uşaqlar? 40-dan 50-yə qədər səhviniz? Bir dənə 51. 51. 51'i bizə Sevil deyəcək. Sevil, buyur. Verilən hər iki dövrün ümumi cəhətlərini müəyyən edin. Qədim daş dövrünün ortaları, daş dövrünün metal dövrünün keçid dövrü. Qədim daş dövrünün ortaları. Hansı dövrüdür? Mezolit. Bəli, düzdür. Metala keçid. Keçid deyəndə hansı dövr yadımıza düşür? Yanlış dövrü. Düzdür. İndi deyir ki, hər ikisinin ortaq cəhətlərini müəyyən edin. İndi bu. Çaxmaq daşı və vulkanik şüşədən alətlərin hazırlanması, bu deyil. Bu
İnsanlar süni və təbii yoldan istifadə edirdilər. Bu alt paleolitə aiddir. Misdən aletlər hazırlanırdı. Bu eneolitə aiddir. C. Axirət dünyasına inan mövcud idi. Beyin götürülür. Eneolitdən, mezolitdə axirət dünyasına inanırdılar. Bəli, mövcud olub düzdür. Deyini götürdük. Sonra İnsanlar modeli bağışlı olurdular. Süni və təbii oddan bütün paleolitlərdə istifadə edirdilər. Beyin götürülür. düzdür. Bölgü, insan, çaxmaq daşı və vulkanik şüşələr. Bunlar da eneolitdə istifadə olunurdu. Var. Bundan sonraki dövrlərdə deyilir. Çaxmaq daşı və vulkanik şüşədən alətlər hazırlayırlar. Ona görə A, B'dir. Misdən alətlər hazırlanması yalnız eneolit dövrünə aiddir. Ona görə çıxdım. İnsanlar maldarlıqla məşğul olurlar. Maldarlıq deyirəmsə, bu əsasən neolit dövründən başladı da. Çünki mezolitdə ibtidai maldarlığı idi. Ona görə Y variantında çıxdıq. Qaldı A, B, D variantları. O da D variantında uyğundur. 60-a qədər başqa səhviniz? 58. Birdən 59'a baxa bilərik. 58, 59. 58-ci sualımızı bizə kim deyəcəkdir? Ləman, Sevil dedi. Ləman, buyur. 58'də deyir ki, uzaqlaşdırma aid xüsusiyyətləri müəyyən edin. Sürüdən alətlərin hazırlanması düzdür. Əkinci modeli insanın əsl məşğuliyyətə çevrilməsi aid deyil olsa daşıdığına, çünki azaltdığına aid deyildi. Sonra istehsal təsərrüfatla formalaşmasının başa çatması, istehsal təsərrüfatı yaranmışdı, ona görə 3 səhvdir. Ondan sonra ilk əkinci vərdişdən yaranması bu düzdür. Sonra döyüşçülüğün yaranması bu neolitdə, neolit inqilabında müəyyən sahələrin inkişaf eləmişdir. Bir də ki, altıda mikrolit alətlərdən istifadə edilməyə başlaması, mikrolit alətlərin məzəlit dövrünün mövcuduydu, ona görə 1-4-6. Yaşayın, düzdür. Sonra 60-a qədər səhviniz var, uşaqlar. Yoxdur, lap gözəl. Buradan bəzi uşaqlarımız qaldı. İlahə ilə davam edir. İlahəm 60-cı sualı buyur izah eləm. Daha doğrusu 61-ci sualı. Bəli. Azərbaycanda ulu icma və gəlmə icmalarının dövrünə aid ümumi soruşur. Maldarlığın mövcud olması, maldarlıq mezolitdən başlayıbdır. Ulu icma yox idi bu dövrdə. Ona görə bir səhvdir. Əmək alətlərinin əsasən daşdan hazırlanması. Bəli, bu düzdür. Gəlmiş neçə olan bütün dövrlərdə daş uyğundur. İki düzdür. Dini mərasimlərin icrası üçün ibadətgahlar bu erkən tölcə aiddir. Heç birinə aiddir, yəni erkən tölcədir. Cəmiyyətin həyatında qadınların mühüm yer tutması, bunların oxşar cəhətidir. 1-4. İnsanların qırıcılıqla məşğul olması bir də bu dövrün ola bilər. 1-4-5. Mənim aksiyonu vermişdiniz də, indi elə belə arxasını eləyirik. Bəli, bəli. 62-ci sualımızda Safira buyur. Bir də burada mənim dövrdə qadınlar deyil. Qadınlar ulu icmada yox idi. Onda bu uyğun gəlməz 1-5 neçə dedim? 2-5 daha uyğundur. 4 yəni daha uyğun deyil. Ulu Cəmiyyətin icmada. həyatında qadınların mühümiyyət tutması xeyr, 4 aid deyil. Bu sadəcə qəbilə icmasına aid olan xüsusiyyətdir. Bəli. 2-5 olur. Bəli, 62-ci sualda Safira buyur. Azərbaycanda ulu icma və qəbilə icmasının mövcud olmuş dövrə aid ümumi cəhətlər, Dəvənin gözü, vulkan daşı, kəsildə Necə alətlər hesabına verirsən ki, ulu icma qəbilə icmasının mövcud olduğu dövrlər deyil. Deməli, haradan hara qədər ki, dövründən oxşar fərqli cəhət eləməliyəm? Ulu icma alt paleolitdən yaranıb. Ta ki, üst paleolitə qədər. Qəbilə icması da üst paleolitdən eneolit dövrünə qədər davam edir. Deməli, paleolit və eneolit dövrlərin immun cəhətlərini istəyirmiş məndən. Dəvənin gözü və vulkan daşı olub da, yəni orada səhv eləmirəmsə Azıq mağarasında tapılmışdı alt paleolitdə, yəni var idi, biri götürürük.
İnsanlar yalnız yığıcılıqla və otçuluqla məşğul olurlar. Yox, balıqçılıqla da məşğul olurlar da. Balıqçılıqla məşğul olur. Ona görə ikini götürmürük. Balıqçılıq sözü bir dəqiqə görsə, yalnız sözü səhvdir. Yalnız harda varsa, bütöv tamamilə varsa orada bir diqqət eləmək lazımdır. Niyə? Çünki yığıcılıq və ovçuluqdan sonra Eneolit dövründə artıq Eneolitə qədər biz deyirik ki, Neolitdə əkinçilik maldarlıq tamamilə yarandı. Toxuculuq, duluzçuluq meydana gəldi. Ona görə yalnız sözü səhvdir. Çıxdıq. İnsanlar ana qohumluq əsasında birləşirlər. Bu qəbilə icmasına aid idi. Ana xalqanlıq dövründə beləmsinə idi. Ulu icmada isə elə deyildi. Ahiret dünyasına inan, yəni hər mövcud idi. Yəni belə deyək də, ahiret dünyasına inan var. Hər tərəfdə var. Sonra əkinçilik insanların məşğuliyyət içərisində əsas. Əkinçilik, yəni əkinçilik mezolitdən baş vermiş bir şeydir da. Ancaq ulu icma, yəni mezolitə qədər baş vermiş bir şey deyil. Ona görə 5-i götürmürük. Düzdür. Düzgün cavab 1-4. 1-4. 63-cü sualımızdan Arifə buyur. Bir öncənin Neolit dövründən fərqli olaraq Eneolit dövründə insanın istənilmiş yönetləri hazırlanırdı. Bunu götürəcəyik, Eneolitdə başladılar. Tox əkinçilik, xış əkinçiliklə hazırlanır. Bu səfərlərin Tunç dövründədir. İnsanlar saxsı qablar hazırlamış və toxuculuqla məşğul olmuşdu. Bu Neolitdə də var idi. Sadəcə saxsı qabları daha çox şəkildə edirdi. Eneolitdə isə daha səhv edirdilər. Ev ürünlərinin buna görə biraz əhəlləşdirilmişdi. Bu da ki, bu da buna götürəcək də 1-4. Eneolit dövrü. Bir daha deyil. Neolit dövründən fərqli olaraq Eneolit dövründə bəli, mis əmək alətləri var idi. Toxuculuq xışla əvəz olunması bilirsiniz ki, erkən Tunç dövrüdür. Saxsı qablar hər ikisində var. Ev heyvanlarını demək olar ki, hamısı əhəlləşdirilmişdir. Bəli. 64-cü sualımızdan 64. 67-ci sualda Gülşən buyur. Ox və kamandan istifadə edərək heyvanları ovlayır, əkinçilik və maldarlıqla məşğul olurdu. İlk dəfə metaldan alətlər hazırlamışdı. Haqqında bəhs edilən insan tipi. Deməli, duluzçul ox və kamandan istifadə edəm, ağıllı insandan söhbət gedir da. Duluzçuluğun əsasını qoymuşdur. Bəli, metaldan alətlər hazırlamışdı. Hə da düz demədim, ağıllı insan. Düz dedin. Duluzçuluğun əsasını qoymuşdu. Neolitdə, bəli, ağıllı insan, düzdür bu. Qəbilədə yaşayırdı, düzdür. Əkinçilikdə xışdan istifadə etmişdi. Xış şeydir də, xış tuncdan başlayırdı. Ona görə çıxdıq variantlardan. İlk dəfə süni odu əldə etmişdi. Xeyr, ağıllı insan deyildi, o bacarıqlı insan idi. Azıq insanı kimi tanınmışdı, o da deyil. Qəşəng, düzdür. Bəli. Biz burada əkinçilikdə xışdan istifadə etmişdiyini götürdük. Əkinçilikdə xışdan istifadə, metaldan əmək alət. Metaldan deyirsə, götürə bilərik əkinçilikdə. Sevə verməsəm də Tunç dövrünü. Amma bu ox və kaman, əkinçilik və maldarlıq. Bunu da ağıllı insan etdi. Bəli, ağıllı insana aiddir. 3-ü götürəcəyik. İndi evə verəcəyim mövzunun içərisində Tunç dövrünü oxuyacaqsınız uşaqlar. Tunç dövründə görəcəksiniz ki, əmək alətləri Tunçdan, metaldan hazırlanırdı. Metaldan, daha sonra isə dəmirdən. Və bu insan tipi ağıllı insan tipidir. Kim? 1, 2, 3 aiddir burada. 69-cu sualımızdan Nuray buyur. Nuray səsin gəlmir. Hara getdi Nuray Sultanova? Sonra buyur izah elə. Bəli. 69-dan ibtida etmə quruluşların hadisə nəticə əlaqələri müəyyən edin. Birinci də qədim insanların yaşamaq uğrunda mübarizə aparması, insanların əmək alətləri hazırlaması, bu düzdür. İkincidə əmək fəaliyyətinin genişlənməsi, insanların şüurunun inkişaf etməsi, bu da düzdür. Toxuculuğun meydana gəlməsi, ibtida incəsənətin yaranması. Toxuculuq Neolit dövründə meydana gəlmişdi. İbtida incəsənətdə onun əvvəl var idi. Demişdik ki, sadə incəsənət Eneolit dövründə mövcud olur.
Paleolit dövründə sadə incə. Paleolit dövründə. Dördüncüdə Misrin alətlərin hazırlanması, tuxadan istifadə etməyə başlaması. Misrin əmək Eneolit dövründə hazırlanmaya başlamışdı, amma tuxada Eneolit dövründə var idi. Bu da uyğunsuzdur, ona görə 4 getdi. Cavab 1-2. Düz, qədim insanlar yaşamaq uğrunda mübarizəsi əmək alətləri hazırlanmasına gətirib çıxardım və bir də əmək fəaliyyətinin genişlənməsi insanların şüuruna öz təsirini göstərdi. Əmək həm də insanları yadınıza saxlayın ki, heyvanlar aləminin ayıran əsas xüsusiyyətdir. Kumar eşidirsən? Qızların ışıqlarını söndü, nə oldu? 78-ci sualımızda Səbinə buyur. Deyir ki, müvafiq olaraq damcılı zahir büzeyinin olan yerləşdiyi əraziləri müəyyən edin. Lirik 3 nömrədir, büzeyir oradadır. Sonra 2 nömrədə zar Kəlbəcərdir. Damcılı da Qazaxda 5 nömrədədir. Bu qədər. Amma bax, müvafiq olaraq dediyinə görə. Müvafiq. Sualdır. Necə kodlaşdırmalıyıq? 5, 2, 3. Doğrudur. 2, 1 də 3 deyə kodlaşdıracaqsınız cavab kartında. 72-ci sualımızda, o bir dəqiqə Fərdə də xəritə sualı desin bizə. Buyur Fərdə, 79-cu suala bax. Müəllif olanların hər ikisi hansı ərazilər üçün ortaq cəhətlərdir? Qədim zamanların məsələləri yerləşir. Qayalar üzərində təsviri sənət nümunələri aşkar edilmişdir. Bura Qobustandır, 5. Düzdür. Bəs yaxşı, 80-ci sualdır. Göytəpə və Kamiltəpə yaşayış yerlərini müvafiq olaraq müəyyən edin. Deməli, birinci Göytəpə 4-də, sonra Kamiltəpə 3-də. Düzdür. 3 hansı rayon ərazisidir? Kamiltəpə, Bəli. Xaçmazıydı. Əzəbədən sonra. Buradan bildim mən 3-dür. Yerini bildirdim. Bəs yaxşı, 4 hansı rayon ərazisidir? Ora Tovuzda. Bəli, Tovuz. Sonra burada bir neçə sualımız qaldı. 72-ci sualımızda Aysu buyur. Azərbaycanlı öncümüzün 8-ci milletləri və Erəbiyanlı 6-cı, 4-cü milletləri əvvəldə dövrlərə aid ümumi zəhət. Öncümüzün 8-ci milletləri 12-ci milletləri Misrdən əmək hazırlanması bölümü, heyvanların əhliləşdirilməsi 2, toxuculuğun insanların yadına mühüm yer tutması, bu səhvdir, qəbilə icmasının mövcud olması 4 və tayfa ilkin tunçda yayılması səhvdir, 2-4. Allah düzdür. 2-4 uşaqlar. Bunların qalanlarını da deyirəm birlikdə işləyək ki, sizin üçün evdə rahat olsun. Sonra digər suallarımız bizim qaldı buradan 74-cü sualı. Onda bizə Bahar deyəcək. Buyur Bahar. Bəli. Sağ olun. 74-cü sual. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Çaxmaq daşı və dəmirçi əmək alətlərinin hazırlanması düzdür, aiddir. Dini mərasimlərin icrası üçün ibadətgah aid deyil. Xış əkinçiliyinin meydana gəlməsi bu da aid deyil. Köçmə yaylaq maldarlığının meydana gəlməsi bu da aid deyil. İnsanların mikrolit əmək alətlərinin istifadə etməsi bəli bu düzdür, aiddir. Yeni istehsal sahələrinin meydana gəlməsi 1, 5, 6. Düzdür. Yeni istehsal sahələri deyərkən nə nəzərdə tutulur? Balıqçılıq, duluzçuluq, toxuculuq. Toxuculuq, əkinçilik, maldarlıq, bunlar istehsal sahələridir. Toxuculuq. Uşaqlar, buradan qaldı bizim bir neçə sualımız ilə bu uyğunluq testlərinə də baxaq, sonra keçək. 91-ci sualımızdan Bahar sualımıza cavab verdi. Səbil, buyur. 91. Uyğunluğu müəyyən edin, mezolit dövrü, Neolit dövrü və erkən tunç. Əkinçiliyin maldarlıqdan ayrılması. Əkinçilik maldarlıqdan ayrılıb erkən tunç dövrü. Buyur. Bir dəqiqə. Ox və kamanın yaradılması mezolit dövrü, birinci.
Tox və kaman, bəli, mezolitdir. İbtidai malqaranlığın əsasına qoyulması yedini güncəllir. İbtidai maldarlığın, bəli. İbtidai Əsasında. maldarlıq deyil axı. Bir dəqiqə göz. İbtidai maldarlıq hansındaydı ibtidai maldarlıq? Y variantında düzdür. Mezolit dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi bu nəhayət dövrüdür. Düzdür. B variantını dövrünə aid elədik. Bir dənə D variantı gəlib qalır. Köçmə yaylaq malqarlığının meydana gəlməsi da erkən tunçdadır. Düzdür. Uşaqlar, bilirsiniz ki, imtahanda 27-ci sualda sizin uyğunluq testi olur. Uyğunluq testində hamısını düz yazıb bircə yerdə səhv etsəz belə yenə səhv hesab olunur. Ona görə maksimum diqqətli olmaq lazımdır. İndidən artıq bütün uyğunluq testlərini, bütün testləri sonuna qədər işləyirsiniz. Uyğunluq testlərinə mütləq diqqətlə baxırsınız ki, imtahanda belə bir səhv eləməyəsiniz. Bu belə. Keçək bir də testimizə, sınağımıza baxaq uşaqlar sizlə. Görək sınaqdan kim neçə düz yazıb.